bunu elə edəcəksiniz, 10-15 yaş cavanlaşacaqsınız. Bu həqiqətdir, yoxsa bu bir... Bunu mən cərrahi əməliyyatlar olsun, istər də estetik kosmetoloji prosedurlar olsun, hər birinə, yəni deyirəm, bu 10-15 yaş gəncləşmə mövzusu biraz sual altındadır. Məsələn, özümüzdən misal göstərək. Mən müəyyən yaşa gəlmişəm, üzümdə heç bir qırış, sallanma yoxdur, üzümdə heç bir dolğu, botoks yoxdur. Amma mənim yanımda 20-25 yaşında bir xanım əyləşsə, yenə də ona aşağı-yuxarı öz yaşını verəcəksiniz, mənə də aşağı-yuxarı öz yaşımı verəcəksiniz. Çünki gənclik tək qırış və sallanmalarla deyil ki, deyil. Məsələn, olğun baxışlar, olğun enerji, bunlar hamısı xarici görünüşə təsir edir. Ona görə də bu yalan olar ki, deyəsən ki, sən prosedurlardan sonra 10-15 yaş gənc görünəcəksən. Daha doğrusu demək lazımdır ki, ən düzgünü odur ki, öz yaşında daha təravətli, sağlam, baxımlı və fresh görünəcəksən. Bunu demək daha düzgün olardı.